Hər birinizi salamlayıram. Bilirsiniz, şəxsi inanclarımızdan asılı olmayaraq elə bir kitab var ki, o sözün əsl mənasında sivilizasiyanın gedişatını dəyişib. Bəli, söhbət müqəddəs kitabdan gedir. Amma bugün biz ona biraz fərqli tərəfdən yanaşacağıq. Dərsimizə əsaslanaraq araşdıracağıq ki, bu kitab niyə eyni anda həm bu qədər sevilir, hətta pərəstiş edilir, həm də ona bu qədər çox nifrət edir və ona laqeyd yanaşırlar. Gəlin bu sualın cavabını birlikdə axtaraq. Gəlin bir anlıq bu rəqəmin miqyasını anlamağa çalışaq. Milyardlarla, söhbət milyardlarla nüsxədən gedir. Bu sadəcə bestseller demək deyil, bu tamam başqa bir səviyyədir. Bu bəşər tarixində tayı bərabəri olmayan, həqiqətən qlobal bir fenomendir. Düşünün bir, dünyanın demək olar ki, hər bir küncündə, hər bir evində bu kitabdan bir nüsxə tapmaq mümkündür. Bax, elə bu da bizi çox maraqlı bir suala, bir paradoksa gətirib çıxarır. Əgər bu kitab həqiqətən də hər yerdədirsə, niyə o zaman çoxumuz üçün, bəlkə də elə sizin evinizdə də, o sadəcə rəfdə toz toplayan bir əşyaya çevrilib? Dərsimizə görə bu sualın cavabı bizim gördüyümüzdən qat-qat dərindir. Gəlin görək, bu sirrin arxasında nə dayanır? Beləliklə, ilk mövzumuz dünyanın ən çox oxunmayan bestselleri. Bu ifadənin özü belə bir paradoksdur, deyilmi? Bir düşünün, bir tərəfdən tarix boyu insanlar bu kitabı qorumaq, onu gələcək nəsillərə ötürmək üçün həyatlarını belə fəda ediblər. Digər tərəfdən isə bugün bizim müasir səs-küylü həyatımızda o çox vaxt kənarda qalır, unudulur gedir. Yaxşı, bəs səbəb nədir? Dərsə görə problemin kökündən biri bizi əhatə edən dünyadır. Yəni elə bir dövrdə yaşayırıq ki, həqiqətən anlayışının özü sual altına alınır. Hər kəsin öz həqiqəti var deyilir. Hətta nüfuzlu jurnalların belə üz qabığında soruşulur, həqiqət ölübmü? Təbii ki, belə bir skeptik mühitdə mütləq həqiqətdən bəhs etdiyini iddia edən bir kitaba yaxınlaşmaq biraz çətinləşir. Keçirik növbəti məsələyə. Diqqətimiz uğrunda bir döyüş. Mənbənin iddiasına görə məsələ sadəcə mədəniyyətdə və ya skepsizmdə deyil. Burada daha dərin, daha fundamental bir şey var. Bu sanki pərdə arxasında gedən, məhz bizim diqqətimizi cəlb etmək üçün aparılan mənəvi bir mübarizədir. Baxın, dərsimiz bizim gündəlik bəhanələrimizə, o maneələrə tamam fərqli bir gözlə baxmağı təklif edir. Vaxtım yoxdur, o qədər yorğunam ki, heç həvəsim yoxdur. Bu cümlələr sizə tanış gəlir, deyilmi? Mətnə görə bunlar heç də təsadüfi deyil. İddia olunur ki, bu əslində insanları Allahın kəlamından uzaq tutmaq üçün düşünülmüş bir strategiyadır. Niyə? Çünki kəlamın aldatmaları ifşa etmək, pərdələri qaldırmaq kimi bir gücü olduğu deyilir. Və bu uzaqlaşmanın təsirləri mətnə görə sadəcə mənəvi sahədə qalmır. Əksinə, nəticələr bizim gündəlik həyatımızda, münasibətlərimizdə özünü göstərir. Sanki bir domino effekti kimi. Evlilikdəki gərginlik, uşaqlara qarşı o səbirsizlik, dostlarla, iş yoldaşları ilə soyuyan münasibətlər, o daim artan stres hissi. Mənbə deyir ki, bütün bunların hamısı əslində eyni kökə, eyni mənəvi boşluğa bağlıdır. Yaxşı, bura qədər problemdən danışdıq. İndi isə keçək həll yoluna. Kəlam bir silah kimi. Baxın, əgər ortada diqqətimiz uğrunda gedən bir döyüş varsa, deməli bu döyüşdə istifadə edə biləcəyimiz bir vasitə də olmalıdır, elə deyilmi? Mətnin təqdim etdiyi həll yol da məhz budur. O müqəddəs kitabın özünü bu mənəvi mübarizədə təsirli bir vasitə, hətta bir silah kimi təqdim edir. Bu yanaşmanın mərkəzində isə çox güclü bir ayə dayanır. Allahın kəlamı canlı və təsirlidir. Hər iki ağızlı qılıncdan da itidir. Bir saniyə dayanıb bu sözlərə fikir verək. Canlı, təsirli, qılıncdan da iti. Bunlar rəfdə toz basmış, cansız bir kitaba aid sözlər deyil, eləmi? Bunlar hərəkətdə olan, fəal, dəyişdirici bir qüvvəni təsvir edir. Mənbənin bütün arqumenti də məhz bu ideya üzərində qurulub. Yaxşı, bəs bir mətnin canlı və təsirli olması
Praktikada nə deməkdir? Bu nə anlama gəlir? Mənbə bunu belə izah edir. Kainatı sadəcə sözlə yaratmağa qadir olan qüvvə, eyni zamanda o sözlər vasitəsilə bir insanın daxili dünyasını da yenidən qurmağa, onun ruhuna yeni bir həyat gətirməyə qadirdir. Yəni bu statik bir mətn deyil, aktiv bir qüvvədir. Deməli, mətnin bizə dediyi budur. Müqəddəs kitab sadəcə oxumaq üçün bir şey deyil. O eyni anda bir neçə funksiyanı yerinə yetirir. O həm mənəvi bir silahdır, həm ruhumuz üçün bir qidadır. Həm yaradıcı, həm həyat verici bir qüvvədir, həm də həqiqətin təməlinin özüdür. Görürsünüzmü? Hər biri onun tamamilə fərqli bir tərəfini, fərqli bir gücünü bizə göstərir. Beləliklə, gəldik çox vacib bir məqama. Açıq ürəklə oxumaq. Yaxşı, bu qədər gücdən, təsirdən danışdıq. Bəs bu güc necə, hansı yolla aktivləşir? Mənbəyə görə açar söz sadəcə oxumaq deyil, necə oxuduğumuzdur. Yanaşma tərzimiz, niyyətimiz, bax məhz bunlar hər şey, amma hər şey dəyişir. Və dərs burada qarşımıza sanki bir yol ayrıcılığı qoyur. İki fərqli yanaşma, iki fərqli yol. Birincisi səhv yol, tənqidi, hətta biraz təkəbbürlü bir ruhla yaxınlaşmaq. Yəni ancaq işimizə yarayan ayələri seçmək, qalanını kənara atmaq. Sanki o bizim üçün bir sehirli fal topudur. İkinci isə düzgün yol, tamamilə fərqlidir. Təvəzzükarlıqla, açıq bir ürəklə yaxınlaşmaq, bütünü qəbul etmək və Allahın əsl məqsədini anlamağa çalışmaq. Dərsə görə o dəyişdirici güc, o transformasiya yalnız və yalnız bu ikinci yolda mümkündür. Və bu düzgün yanaşmanın, bu açıq ürəyin təməlində, özəyində sadəcə bir şey dayanır. İman. Bəli, iman. Dərsimiz deyir ki, bu oxuduğun sözlərin arxasında sənə nəsə demək istəyən canlı bir səsin olduğuna inanmaq lazımdır. Bax, hər şeyin açarı da budur. Və bu, böyük dağları yerindən tərpədən bir iman olmaya da bilər. Hətta bir xardal dənəsi qədər kiçik, cüzi bir inan belə o qapını aralamağa bəs edir. Və beləcə gəldik son hissəyə, dəyişiklik vədi. Yaxşı, bəs bütün bunların axırı nədir? Bütün bu səyin, bu düzgün yanaşmanın sonundakı mükafat nədir? Mənbənin təsvir etdiyi bu yola qədəm qoyan bir insanı sonda hansı nəticələr gözləyir? Mənbə bütün bu prosesi çox sadə, amma çox dərin bir prinsipə bağlayır. Ürək doluluğundan ağız danışar. Başqa sözlə desək, biz içimizə, ürəyimizə nəyi doldururuqsa, gec-tez həyatımıza, sözlərimizə, əməllərimizə də o sızacaq, o özünü göstərəcək. Deməli, əsl dəyişiklik bayırdan yox, məhz içəridən başlayır və yekunda vəd edilən nəticə də məhz budur. Mətnə görə müqəddəs kitabı səmimi bir şəkildə araşdırmaq sonda bunlara gətirib çıxarır. Birincisi, tədricən bir gecədə olmayan, amma mütləq baş verəcək şəxsi dəyişiklik. İkincisi, Allahla bərpa olunmuş, daha da güclənmiş bir münasibət. Və nəhayət, bu daxili dəyişikliyin sizin sözlərinizə, hərəkətlərinizə və ətrafınızdakı insanlarla, ailənizlə, dostlarınızla qurduğunuz münasibətlərə müsbət təsiri. Və sonda mənbə bizi hamımıza, hər birimizə aid olan çox dərin bir sualla baş-başa buraxır. Mənbə deyir ki, biz nə istehlak ediriksə, ona da çevrilirik. Və biz hər gün sözləri istehlak edirik, elə deyilmi? Sosial media, xəbərlər, kitablar, dostlarla söhbətlər, bütün bunlar bizi formalaşdırır. Elə isə son sual sizə budur. Bəs sizi, sizin həyatınızı, xarakterinizi hansı sözlər formalaşdırır? Dinlədiyiniz üçün təşəkkür edirəm.